25. Yazıram. Diqqətlə qulaq asın uşaqlar. Ümumiyyətlə bu çevirmələri mütləq yaxşı öyrənmək lazımdır. Niyə? Mən sizə demişəm, yenə də deyirəm. Qəbul imtahanında mütləq şəkildə suallardan biri belə çevirmə ilə bağlıdır. Paskal, metr kubu, Newton vur saniyə. Sən bu çevirmədə olan fiziki kəmiyyət vahidlərə baxanda, baxırıq ki, burada metr var, saniyə var. Zaten onlar beynəlxalq sistemin əsas vahidi, onlar aça bilmirsən. Amma biz Newtonla Paskal aça bilirik. Hələ ki Newtona toxunmuram, Paskal açıram. Paskalın açılışı nədir? Newton bölü metr kvadratı. Vur metr kubu, Newton vur saniyə. Daha uşaqlar, Paskalın içərisində Newton olduğu üçün Newton açmaya ehtiyac qalmadı. Çünki Newtonlar nə edəcək? İxtisar edəcək. Newtonlar ixtisar edəcək, metr kvadratından bu metr kubu gedəcək, metr bölü saniyə. Bu nəyin vahididir? Sürət. Aydın oldu? Sən soruşmuşdun. Başa düşdün? Soran sualdır.